Salam, bugün sizə bir futbol səfərinin Niderlandlı Diego'nun həyatını Azərbaycanda necə dəyişdiyindən danışacağam. Qısa bir icmaldır. Deməli, bu məlumatlar Asan TV'nin bir videosundandır. Ajax fanatı Diego komandasının Qarabağla oyunu üçün Bakıya gəlir. Amma bu səfər heç gözləmədiyi halda onun bütün həyatını dəyişir. Burada həm sevgi tapır, həm də Azərbaycana heyran qalır. Birincisi, düşünün də sadəcə bir futbol oyunu üçün gəlirsən. Amma bu, Diego'nun həyatını tamamilə dəyişir. Bakıya gəldi Ajax Qarabağ oyunu üçün. Amma burada gördükləri, yəni müasir, təmiz, çox qonaqpərvər bir şəhər onu heyrətləndirdi. Hələ bir də səfərin sonunda hava limanında təsadüfən Goranboydan olan Lətifə ilə tanış olması. Bax bu onun taleyini tam başqa səmtə yönəltdi. 10 aydan sonra evləndilər. İkincisi, Diego'nun futbol ürəyi indi, necə deyim, ikiyə bölünüb. Həm dozma Ajax'ı sevir, həm də eyni həvəslə Qarabağı dəstəkləyir. Qarabağa Avropanın gizli gücü deyir, dostlarına da belə təqdim edir, proqnozlarda verir, deyir Qarabağ güclüdür. Bu sevgi həyat yoldaşı Lətifəyə də keçib, o da indi əsl Qarabağ azərkeşidir. Və nəhayət üçüncüsü, Diego çox tez Azərbaycan həyatına uyğunlaşıb. Düzdür, bəzi yeməklərimiz, məsələn xaş ya da soyuq dolma tam ürəyincə deyil, amma dönəri, qazan kotletini çox sevir. Artıq Azərbaycan çay dəmləyir özü üçün. Haralısan soruşanda da Lətifə öyrətdiyi kimi gülümsəyib Goranboyluyam deyir, hamını təəccübləndirir. Bir də Asan xidmətdən çox razıdır. İşlərin sürəti, oradakı nəzakət deyir Niderlanddakı bürokratiyadan sonra əsl möcüzədir. Yəni, futbola olan sevgi Diego'nu Azərbaycana gətirdi, amma o burada təkcə yeni bir komanda yox, həm də gözləmədiyi bir sevgi, yeni bir həyat tapdı.